Mənimlə kiçik vloqa xoş gəlmisiniz. Deməli, səhər tezdən oyanmışdım. Ümumiyyətlə, gün ərzində tez oyanıb işinizi həll eləyəndə elə bir sizin gününüz uğurlu keçir. Gəldim Medihouse-a, Diod lazerinə, Gülə xanımın yanına. Sizlərə ətraflı bu haqda danışmışdım və lazerdən sonra çox acıdım və ən yaxın olan Qoçəti restoranına gəldim. Ümumiyyətlə bu restoranı çox bəyənirəm, çünki həm servis yaxşıdır, həm də ki yeməkləri çox ləzzətli olur. Mən özümə belə portağal şirəsini götürdüm və Sezar salatını sifariş elədim. Sezar salatı çox ləzzətli idi. Əti isə möhtəşəm idi, yəni mən çox bəyəndim. Bəzi işlərimi həll eləmək üçün Hətay metrosuna getməli idim. Sözün açığı ilk dəfə idi ki bu qatara minirdim, yəni Hətay'a gedən, çerez 28-dən keçən və buraları çox bəyəndim. Mənə elə gəlir ki, mən heç Hətay'da olmamışım, bilmirəm niyə belədir. Bəlkə də olmuşam, sadəcə metro ilə gəlməmişəm deyə xatırlamıram. Biraz qarma-qarışıqlıq idi. Mən məkanı tapana qədər çox çətinliklər çəkdim və işimi həll edib bitirəndən sonra özümə sirok aldım və yanında mütləq çöplü sok götürdüm. Və özümə söz verdiyim kimi də çoxlu gəzdim, yürüyüş elədim. Əslində işlə əlaqəli bəlkə də bu alınmayacaq. Ümumiyyətlə çalışacağam ki, işdən sonra çoxlu gəzim. Nə qədər yorğun olsam da bunu mütləq eləməliyəm. Ya idmana yazılmalıyam, ya da çoxlu gəzməliyəm. İstəyirəm hələ ki çoxlu gəzim, ondan sonra idmana yazılım. Axşam tərəfləri idi. Marketdən özümə belə abur-cubur aldım. Heydər Əliyev mərkəzinə getdim biraz gəzməyə və bu günlük də bu qədər. Hələlik.